dalı üzündən fikirləşir ki, reytinglidir. Simasını qoymağa utanır. Çünki onu da qınamıram. Simada göz çəpdir. Çəp gözlə toyları qaytar itirəcək. Mən onu tutmuşam. Ağzı əyri göz çaş olan sifətində nəyə göstərəcək? Məcburdur getsin, özünü salsın profilakturaya, arxasını zadından diferin zad düzəltdirsin. Amma mən nə düşünürəm? Məsəl üçün bu tipli adamlarda, bu telefonu kimisə əlinə verir, deyir, daldan məni çək də, belə bir yavrucu. Bunların ailəsində kişi yoxdur, görəsən. Buradan onların ailəsində kişilərə üzümü tutub deyirəm. Siz utanmırsınız. Hələ onun tərəfini tutan biri mənə yazıb ki, sən utanmırsan, 2 dəfə ərə getmişsən. Deyirəm, ərə getmişəm də. Ərə getmək ayıb. Gör, mənim başıma nəyə qalxınca eləyirlər. Deyir, ərə getmirsən, utanmırsan. Utanmaq başqa şeydən olur. Ərə getmək utanmaq deyil. Başqasının ərindən bir doğmaq utanmaqdır. Başqasının haqqına girmək, onlar ayıbdır. Yəni, siz haqqa girən adamın tərəfini tutursunuz. Ona görə də başa düşürəm, hər insanın özünün öz publikası var. Məni sevənlər əqli ilə fikirləşir. O tipli adamları sevənlər də arxası ilə fikirləşir. Biri mənə yazıb, sən də vaxt var idi, 100 manata, 200 manata oxuyurdun. Zato mən gilasa oxumamışam. Gelin bir yeşik gilas alım, gəlin. Ağıllı ol. Ağıllı ol deyirəm, amma mən dəli beynimi qızdırma. Quran and olsun, mən elə akulalar görmüşəm, elə akulalarla vuruşmuşam. Gəh mənə dedilər, gələ bilmir, gəh dedilər, ay qaçıb, gəh görsünüz, gəldim, toyumu da elədim. Roşanda da şərəfli adamlarla vuruşdum, açıq etiraf edirəm. Amma çıxılıb ora-bura, hələ mən özümü qoyuram kənara, orada yekə-yekə danışıb deyirlər ki, mən açığı biraz zardan incidim ki, sən niyə ixtiyar verirsən ki, ona mənə oradan yol göstərir ki, sən böyük sənətkara belə deyirsən, filan deyirsən, az sən kimsən az? Sən mənə söz deyəsən, axırıncı adamsan. Get arxana qoydurduğun mayanı simana qoydur, gözünü düzəltdir, dilini düzəltdir. Birdən lazım olar. Dildir bu, dil də başa bəladır. Ağıllı ol. Sənə reklam lazımdır, nə qədər istəyirsən verim, problem deyil. Amma hüquqi müstəvidə nəticə tapmış məsələyə sən başın üçün deyil, qiymət vermək, başın üçün deyil. Mənim özü belə işim zadım yox idi o adamla. Konsertim var idi qışda burada. Bilirsiniz, orada gəldi, qəşək görüşdü, elədi, salamlaşdı. Ürəyimdə dedim, yazıq əziyyət çəkir də orada. Özü o elə baxa qiymətə getmir axı. Məsələn, təsəvvürlə başlayanda quru balıqla gilasa gəlib, sən də qoy, böyrünə də sirab artırsınlar, da bir yeşikdə sirab artırsınlar. Məsəl üçün deyirəm də indi. Ürəyimdə dedim, Allah rozusunu başına desin, Allah da sözümü eşitdi.